Allah ziyarətlərini qəbul eləsin. Allah hamımızın canını sağ eləsin. Şəhid sevərləri Allah qorusun. Yəni şəhidin sevən millətini sevir, dövlətini sevir, torpağını sevir. Allah millətimizi, dövlətimizi qorusun. Hacı doğrudan da o yaralı yerimə toxundu. Sənin yəni evimizdə doğrudan bir dəyərli oğulda. Yəni ki indi də görürsən ki şəhadətindən sonra nə qədər gəlir uşaqlardan filandan sonra çəkilişlərini göstərirlər. Hələ bir dəfə onun haqqında bir mənfi söz eşitmədim ki, deyərlər hardasa kimlənsə bir nalayiq danışıb ya elədiyi hərəkətlərdən. O qədər şeylər var ki, yəni heyfsilənirəm ki, mən onu bayaq mənim əziz qardaşım Bəhruzun dediyi kimi ki, deyir mən bilsəydim ki, evimdə o şəhiddir, yəni o cür oğuldur, onun ayağının suyunu içərdim. Doğrudan da bizim o cür dəyərli balalarımızdır. İyul ayında elə 20-ci ilin iyul ayının axırı idi, axır günləri idi. Mən işdən evə gəldim, yorğunluq evə gəldim, qapını açıb girəndə hacı gördüm evin içərisində möhkəm ağlaşma səsi gəlir. Anası ağlayır möhkəm. Doğrudan dedim evdə nəsə bir hadisə olur. Tez qaçdım içəri, ayaqqabıyla girdim içəri. Girəndə gördüm içəridə ana oturub divanda ağlayır. Sənan stolun üstündə qəhqəh çəkib gülür. Doğrudan mənim pisimə gəldi ki, neyinirsən sən adam? Ondan soruşdum nə olub, niyə ağlayırsan? Oğlundan soruş, bunun üstə qışqırdım ki, nə olub, niyə incidirsən anan, nə olub, nə məsələdir? Nəsə bir zarafat elədi, bizim atabala zarafatımız vardı. Dedim, axı nə olub, sözü görüm, axı niyə ağladı sana? Deyir, yox, burada nə var ki, adi bir şeydir. Deyirəm ki, ana, tezliyinə müharibə olacaq, gedib şəhid olacam. Gedib şəhid olacam, oturub ağlayır mən. Ki, yəni deyirəm, indidən bilsin ki, sabah məni qarşılayanda elə qarşılasın ki, gələndə elə qarşılasın ki, sabahsı günü bir nöqsan olmasın. Nə qardaşımın adına, nə sənin adı var, bir nöqsan olmasın, bunun öz məlumatı olsun. Hə, yəni, nə kimi onu deyirəm, ağlayır. O sözü də deməyən özünə, sən belə deyək də, bir daxildən gəlməlidir. Bir adam kədərlənər, bir filan olur. Amma baxırsan ki, ilahi, o qədər sevinirdi, o qədər gülürdü ki, mən gedib şəhid olacam. Məni gətirəndə məni olduğum kimi qəbul elə, ana. Şəhid anası kimi qəbul elə. Həzə o qədər deyirdi ki, birdən gördü ki, anasına mənə deyirdi ki, babamı, nənəmi çox istəyir. Deyir, ya istəmirik. Yox, onu şəhid anası kimi, şəhid atası kimi çox istəyir. Bax, öz canı, şəhid anası, şəhid atası kimi çox istəyir. Belə atanız, anası çox istəyirsin, bu başqa bir şey. Həmsinə görə. Hə, həmsinə görə deyirdi ki, xatırlanası o qədər şeylər var, həzi. Çox vaxtınızda almayayım. Allah, burada şəhid sevərlərimiz çoxdur sizlə. Allah sizləri qorusun, sağ olun. Şahin, Allah rəhmət eləsin. Həqiqətən də görürsən, gör necə övladlar olur. Buna ancaq o qürur duymaq lazımdır, fəxr etmək lazımdır bu cür övladlarla ki, gör hara qədər gedib düşünür. Yəni bu balaca şeydir, bu ananın ağlamağına dözmək balaca şeydir. Gör vətən sevgisi nə qədərdir, amma əslində elə bu həm də ana sevgisidir. Və bunlar vətəni qorumasaydı, bu analar, bacıların vəziyyəti nə olacaqdı? Elə başa düşən adam elə o deməkdir. Elə anasın, bacısın, o yaxınların, qohumun istəyən adam elə gedib vətən uğrunda şəhid olmalıdır. Buna biraz o geniş təfəkkürün baxanda bu cürdür. Amma o görsən ki, amma bunu başa düşmək lazımdır. Mən özüm oktyabrda Tərtərdə oldum, Mirasan Bəkirli ilə bir yerdə. Aslında rejissor var, Mirasan müəllim yazardı, həm də 200 yerdə. Orada elə istəyirdik ki, gedə, yəni ezamiyyət də götürmüşdük. O vaxt pandemiya idi də, yəni portal zadımız o nəsə, yaş məsələsinə görə buraxmadılar bizi. Orada oldu, oktyabr birində Allah hamd olsun, Tərtərin özündə. Deməli, həmən yerdə çəkilişlər də var. Day o səslər adama, siz bilərsiniz də, müharibədə olanlar bilir indi, Şahin özü də olub, necə orada dəhşətli səslər gəlir. Həmin anda mənim gözümdən and olsun Allaha, bir anda elə bildim ki, elə ölmüşəm, burada şəhid olmuşam, həyat deyəm, anam neyinir, bacım neyinir, deyəm, çətin şeydir.